Salam, hər vaxtınız xeyir olsun. Bu günləri mən sizə gepatit xəstəliyinin müalicəsində inanılmaz effekt verən bir metodu göstərəcəyəm. Əvvəlcə onu deyim ki, qaraciyərdə xəstəliklər, əsas gepatitdir, sirrozdur, ödlə əlaqədar olan problemlərdir. Bu günə çox geniş yayılır. Teoretik baxımından bu xəstəliklər yaranmamalıdır. Qaraciyər bədəndə olan bütün toksinləri neytrallaşdırır və digər bədəndə olan hüceyrələrə nisbətən qaraciyər hüceyrələri 100 dəfələrlə, 400 dəfəyə qədər artıq bərpa gücünə malik olan hüceyrələrdir. Lakin gepatit xəstəliyi də yaranır, sirroz xəstəliyi də yaranır. Bəs bu səbəb nədir? Yeganə bir hal mövcuddur ki, bu hal baş verdikdə qaraciyər hüceyrələrinin həssaslığı hətta zəif toksinlərə qarşı belə artmış olur. Bu, qaraciyərin venoz durğunluğudur. Bilirsiniz ki, qaraciyərdə çox güclü venoz sistem var, hətta 2 venoz sistem var. Lakin bu venoz durğunluğu yarandığı anda, venoz durğunluğu yaranmış olduğu halda qaraciyər hüceyrələrinin həssaslığı artır və gepatit, sirroz və digər xəstəliklər əmələ gəlir. Nə etmək lazımdır ki, bu venoz durğunluğu aradan götürmək? Çox sadə bir metod vasitəsilə bunu aradan götürmək olar. Buna venoz dalğalanma deyilir. Bu venoz dalğalanma metodunu mən sizə göstərirəm. Deməli, hər iki əli döş qəfəsinin aşağı nahiyəsinə qoyub, biri-birinə yaxınlaşdırırıq. Biri-birinə yaxınlaşdırırıq, asta və birdən çəkirik. Bunu 20-30 dəfə, gündə 2-3 dəfə etməklə gepatit xəstəliyini müalicə etmək olar. Gepatitin və qaraciyər sirrozunun profilaktikasında inanılmaz effekt verən bir metoddur. İkinci məsələ, öd kisəsi ilə bağlı olan bir məsələ. Öd axını normal olmazsa, burada durğunluq yaranarsa, 12 barmaq varsa, normal vəziyyətdə ifraz olunmazsa, dökülməzsə, burada əlbəttə ki, bunlar öd daşının əmələ gəlməsi ilə nəticələnəcək. Bu da xüsusilə insanın keçirdiyi əsəblə, gərginliklə, streslə əlaqədar olan bir problem yaranır. Və bunu nə etmək lazımdır ki, bunun qarşısını almaq, ödün axınını yaşlaşdırmaq. Sağ əlimizdə 3-cü və 4-cü barmaqlarda öd kisəsinin kiçik meridianı keçir. Dırnaq nahiyəsindən biləyə doğru masaj etməklə 5-10 dəqiqə müddətində gündə 2-3 dəfə biz ödün axınını stimulla etmiş oluruq, stimullaşdırırıq. Bu məlumatlar, sizə ötürdüyüm bu məlumatlar informasiya xarakterlidir. Bütün hallarda xəstələndiyinizdə müalicə həkiminə müraciət etməniz vacibdir. Mənimlə əlaqə saxlamaq istəsəniz, telefonumun WhatsApp nömrəsinə mesaj yaza bilərsiniz. Hamınıza can sağlığı arzulayıram, özünüzdən müğayət olun.